Necəsiz dostlar? Darıxmışdınız deyəsiz. Turlar bir aydır yox idi. Qarabağ turundan sonra istirahət təbii ki lazım idi. İnşallah ki artıq yenə turlarımıza davam edirik. Gecə saat 3-dür. Çıxmışıq yola. Bakıdan belə deyək 2 fərqli istiqamətdə tur eləyəcəyik. Gədəbəy və Daşkəsən rayonları. Ağır tur olacaq. Təbii ki Daşkəsən yoxuşlarını hər kəs bilir. Bilməyənlər də görəcək, şahid olacaq. Amma inşallah necə deyərlər, bir balaca özümə arxayınçılıq var. Şuşaya qalxmış, velosipedlə Şuşaya qalxmış bir insan kimi. Niyəsə özümə əminəm, inşallah ki bu sınaqdan da keçəcəm. Siz isə bizi izləyin, biz isə turumuza start veririk. Artıq Koroğlu'dayım. Gəlib çatmışam. İndi Yaşarla görüşürük. Görürüz ki Koroğlu. Yatağan qardaşlar. Ay, saxla görüm daya. Bu da Yaşar. Əfsanəvi Yaşar yenidən sıralarımızda. Yəni, gördüyümüz kimi Razindən Koroğlu metrosuna 19 dəqiqə. Yaxşıdır. Şəhər yatmır. Dördün yarısıdır. 17 kilometr sürmüşəm. Razindən bura hal-hazırda Azneft dairəsinə çatırıq. Gördüyünüz kimi baxa-baxa gedirəm özüm üçün. Həyatdan zövq almaq lazımdır əzizlərim, zövq. Bir dəfə yaşayırıq. Artıq bayıldayıq. Həqiqətən deyirəm, zarafat bir yana. Yəni indi gəlin hər şey qoyaq bir qırağa. Həqiqətən deyirəm, bizim bayrağımız, həqiqətən deyirəm, yəni bunu Azərbaycanlı olduğuma görə demirəm. Həqiqətən elə bir dünyanın ən gözəl bayrağı deyə, valla. Yəni sizi bilməm necə, mənə görə yəni dünyanın ən gözəl bayrağı. Yəni bunu Azərbaycanlı olduğuma görə demirəm ha. Yəni həqiqətən çox möhtəşəmdir də, sadəcə olaraq buna baxın. Necə dalğalanır. Necə qanlar axıb bu bayraqdan ötürü. Tək ki sən həmişə dalğalan. Şanlı bayrağımız. Biz isə yolumuza davam edirik. Dünya göz. Nəhayət ki gəldik, çatdıq bayıla. Yetişdi. O təzə kabron xeyirli olsun qardaşım. Nəyim xeyirdi? Təzə kabron. Kabrom nədir? Kabrom nədir? Bu Rəşad. çoxdan baş tutdu. Bəli. Sən elə bir biraz kökəlmisən qardaşım. Yo, normal. Rəşad yenə yüklüyüb. Yenə təzə butulkaları qardaşımızın. İnşallah bunu da Gəncədə zətdə itirərsən də. Bu səfər də özü bitirərəm, onları yox da. Gördüyünüz kimi biz hazır, döyüşə hazır. Sizə 5 manat vermişəm butulkaları. Təkərlərin bari zor ya. Təkərlər təzədir. Görək bundan bax yox çıxardıram. Külək də ki görürsüz də, arxamızdan vurur. Belə Biz sürmüşük 22 kilometr. kamera görürük. İnşallah ki Bizim velosipedlərimiz hazır. Gördüyünüz kimi səfərdə qalan əziz qardaşlar, əzizlərim, yola çıxırıq. əziz necə deyərlər, bizi izləyən hər bir Rəşad yana danışır. sizlər olsun. Nəsə danışır da sözdə qoyur. Nəysə dostlar. Sahil qəsəbəsinə gedirik. Rəşad da qaqa. Rəşaddır, Yaşardır. 36 kilometr sürmüşük. Həqiqətən hər şey əla da. Artıq hava da işıqlanır. Bir şey qalmayıb yolumuza.
Çatır. Bəli, gəlmişik. Sahil qəsəbəsindəyik. Gördüyünüz kimi Samir qardaşla da görüşdük. Yo 2 manatı koymuşam işte buna. Həqiqi bu adama halaldır da yəni. Sən üçün kırır yiyib besimi sürür. Yoxdur da belə şey. Bunun üstünə bax hələ. 3 tane versə. Sana ver. Bak daha gördüğünüz sana. Ha bir o kırırı. O şeyde var esmisi ha. O videolarda var götürür eline baktırır itin altında. Bəli, artıq Səngəçal qəsəbəsindəyik. 57 kilometr sürmüşəm artıq. Çatdırıq dostlar, Hacıqabula. Artıq Hacıqabulun mərkəzinə gedirik. Gördüyünüz kimi qardaşlar da gedir ha. Hacıqabul buradan görsənir. Və bu da Hacıqabulun mərkəzi. Gördüyünüz kimi bayraq da görsənir. Hər şey əladır, sadəcə olaraq isti adamı çox pis yorur. Yəni bizi yoran bu dəqiqə istidir və biz də Hacıqabulda oturacağıq, çörək yeyəcəyik inşallah, kamp eləyəcəyik. Hacıqabul, Muğan. Bəli dostlar. Çatırıq. Bəli. Artıq Hacıqabulun mərkəzinə daxil olduq. Yenə mənim yanımda həmişə kimi Rəşad. Reşko Kanyonski. Və budur. Hacıqabulun girişi. Gözəl Hacıqabul. Her şey havadır. Hacıqabul. Çəkə-çək daha onu. Evet. Ne deyə bilərsən? Qardaşım nə deyim ki? Yəni Əla. ikinci səfərdir səndən gəlirəm bura. Ya, Samir və Samirsiz gəlmişdik. Samir və Yaşar qardaşımla da ilk dəfədir. Nə deyim, əladır. Bir balaca Əlbəttə. isti sıxır bizi, amma ki inşallah bunun da öhdəsindən gələcəyik. Əlbəttə, hələ bunun kürdəmiri var inşallah. 100%. Hələ Hacıqabula şükür Bu eləyək. hələ işdədir, hə. Gördüyünüz kimi velosipedlərimiz də burada. Cross, trek, kanyon. Yaşar da orada qaynadıbdır deyəsən. Yaşar! Gedə. İndi peraştiləri qoyacağıq ha. Velosiped də tıxaclar yanır. Qatar gözləyirik. Qatara yol verdik. 33 dəfədən sonra qatarı gördük. Ha inşallah. Ha bu nə boyda da. Bugün buradayıq da olsun ha. Bugün buradayıq. İnşallah qutarar bu qatar. Ha. Qatarı yola saldıq, indi axır özümüz yolumuzla gedirik. Hacıqabula mərkəzidir, bura sakit şəhərə oxşuyur, rayona oxşuyur. Belə pis deyil, yolları da asfalt. Gedirik. Səhər yeməyinə gedirik. Yəni ağ adamlar kimi səhər saat 9-da biz də səhər yemək eləyirik. Bəli, bəli, bu da Rəşad. Reşko Kanyonski. Adından tər olmuşam. Təzə ləqəb verirəm sənə qardaşım. Kanyon birinci demək lazım. Sonra mənim adım. Yo, Reşko Kanyonski. Qoy vursun da Sami, qoy vursun, yıxılım, qıçım, qolum qırılsın, bir nə velosiped aldırım. Bir də kilitli sol. Sami yavaş vurdu. Hava da bu. Bak sol ya. Gəlmişik. Hacıqabulda oba. Hə Rəşad. Sən ölsən yorulmuşsan ha. Hə? Sən ölsən bezmişsən elə biraz. Yox, aclığım var ya qaqa, bezməmişəm, aclığım var. Başa düşürsən, axşam 10-11-də yediyim. Sultana nə alır? Mən deyirəm. Rəşad. How are you bro? Hala. Kişilər tək qalanda belə acından ölmürlər də. Şərait olduqca maksimum nəsə yaradırlar. Gördüyünüz kimi hal-hazırda biz Hacıqabulda
belə bir parkdayıq. Rəşad qardaşımız sağ olsun. Yenə bizim əziyyətimizi çəkir. Estağfurullah. Belədir ki, çəkməlidir çünki biz onu daşıyırıq yol boyu. Tutması Rəşad öz qarnına pusar. Hə. Həlləşir. İndi qəşəng kampımızı eləyək, yeyək, içək. Bax belə, qabıqlı. Mənə də burada şərhlərdə yazmayın, xahiş edirəm. Pomidor cırtma qabıqla eləməzlər. Da indi pomidorluqdan çıxıbdır uje. Ona görə. Yazıb pomidor neyin? Heç nə, hazırlayaq, davamını da sizin üçün çəkəcəyik. Ha. Rəşad Sən sən burada necədir otur. vəziyyət? Allah, süper. Sən burada oturarsan. Sən yemək yeyə gözümüzə gəlir. Kötük kimi sənə. Bəli, Rəşad görürsüz də. Sən ondan razısın. Düzübdür. Pərdən çək, keçin görün. Süfrən qurub ha. Yaralı. Bitmir bundan elə. Hələ Herkules pişəcək. Sigorta da burada. 750 gətir. Burada da bizim Nə istərir Samir? 750 gətir. pomidor cırtmamız, Qaynasın. yuxamız. Kofe içirsən, ara salma. Kofe içəcək. Verim sənə şurada. Burada da belə bir Ver itdiyin həyatında. parklara oturmuşuq. Və bəli, Kürdəmir rayonuna da daxil oluruq. Özünü heç də pis göstərmir Kürdəmir, həmişə kimi yandırır bizi. Yola davam. Gəncə oteldəyik gördüyünüz kimi. Rəşad, nə deyə bilərsən? Mən güclə durğuzublar bu ki. Sadəcə demək istəyirəm ki, o dünən də canlı açanda Fərid qardaşım onu deyirdim ki, o tura gəlim. Ay, yox, Bax yox. Fəridin izləyiciləri də baxırlar buna. Ya o deyil idi də yəni. Yəni gecə sürmək var. İstidə qardaş 40 dərəcə istidə resmi sürmək. Yəni bildinizmi siz nə idi? Su ehtiyatın azalır, susuz qalırsan səhralıqda. Yəni bir sözlə çox çətinliklə oldu turumuz. Amma şükürlər olsun istirahət edəndən sonra yəni bəzən onu düşünmürsən. Yaxşı oldu yəni belə deyim. Bəli, gördüyünüz kimi qaldı. Burada da belə bir pəncərədən yüngül var. Mərkəzə görmüşümüz var. Orada Natalyan çayı. Şimdi yaxın. Şəkil şeyini yaptı. Heç nə çıxırıq. Yüngülvarı səhər atışdırmalıq nəsə eləyək. Yolumuz Gədəbəydir. 80 kilometrlik bir yolsuzluq olacaq. İnşallah ki, onu rahat vuracaq. Amma Gədəbəydən sonra da Gəncəyə gəlməliyik təzədən yenə. Gəlib hər sonra daş kəsir. Təzədən yenə Gəncəyə gəlib Daşkəsənə sürüb, Daşkəsəndən də uca qismət olsa ya birbaşa Bakıya ya da ki alınmasa yenə də məcbur Gəncəyə gəlib. Yada sakin yasamal belə var. Yasamal da yəni Şuşa Lerik necə də var elə. Deməli, Gəncədən artıq çıxırıq, qaldıq. Qəşəng dincəlli istirahət elədik. Gördüyünüz kimi. Mənzərə çıxırıq. Bəli, Gəncədən çıxırıq şəhərin mərkəzindən. Mən bir şey maraqlıdır ki, bu Gəncədə yəni ətraf hər yerdə qırmızı belə kərpicli binalardır. Yəni hər yer o belə qırmızı. Yəni bu nəsə bir mənası varmı, yoxsa Gəncədə bu daş istehsal olunur, nədirsə maraqlı gəldi həqiqətən. Əziz qardaşlar, əziz bizi izləyən, idmana, sağlamlığa dəyər verən insanlar. Gördüyünüz kimi Gəncədəyik, sıxıntılarla, çətinliklərlə də olsa bir təhər gəldik. Bu dəyərli qardaşlarla birlikdə gəlmişik, biz buradayıq. Samir qardaş Azərbaycanı bitirib artıq. Azərbaycan yoxdur ki, keçir Gürcüstanca bu yana. Yaşar qardaşdır, o da sürəndir və Qardaşım, əziz Gəncəyə 3-cü dəfədir gəlirəm, amma mən heç ağlıma gəlməzdi ki, bir gün Fəridlə, Yaşarla və Samirlə olsa gəlirəm, daha biz 2 dəfə bir yerdə, 2 dəfə gəlmişik. Yəni artıq mənim bura doğmadır. Çünki 3 dəfədir bu gəlirəm Gəncəyə. Yəni nə deməkdir bu? Yəni buraların hər yerini qarış-qarış tanıyırıq. Şükürlər olsun. Yenə də Gəncəyə salam olsun, Gəncəlilərə salam olsun. Allah sizləri qorusun. Hər şey mükəmməl idi. Təbii ki, motivasiya güclü olmalıdır insanda, həvəs olmalıdır. Bu həvəs onlarda varsa, biz bu qardaşlarla nəinki Gədəbəy Perivalıya da, Gədəbəy 2 dəfə qalxarıq, yəni o dərəcədə. Əladır, izləmədə qalın əziz qardaşı. Çünki bu yolda əziyyət çəkir, sizin üçün gözəl videolar, səyahət videoları çəkir.
İnşallah ki sağlamlığa dəyər verin. Məqsədimiz hamımızın, məqsədimiz. Biz velosipedçilərin məqsədi, əsas məqsədi sağlamlığı təbliğ eləməkdir. Gənclərə, uşaqlara necə deyək, sağlamlığa örnək olmaqdır. Bəli. Əsas girişlərindən də biri buradır deyilənə görə. Yaxınlaşırıq. Gördüyünüz kimi bəli, Gəncə orada da yazını gördük. Qatar yoldur. Artıq qatar yoluna gəlib çıxmışıq. Bəli, sadəcə artıq 32-ci rayonuma çatıram, Şəmkir rayonu. Hər şey əladır. Allah. Yola davam. Şəmkirdəyik artıq. Nədir? Bax, bu insan bütün Qarabağ turu boyunca Gəncə imkan vermir Şəmkirdə. Yaşar, Samir. Bu da heç də bunları tanıyır. İnşallah yolumuz Gədəbəyə. İzləmədə qalın. Üzü küləyə düşmüşük, əziyyət çəkirik biraz. Səhralıqdayıq. Gördüyünüz kimi də külək də hiss olunur. Nə gözləyirsən? Yol narahat olmasa sağ. Gördüyünüz kimi. Bura ətraf ümumiyyətcə açıqlıqdır da, yəni belə baxırsan, yəqin ki, qabaqda artıq yaşıllıq dolar, amma hələlik quraqlıqdır. Bəlkə də küləyin səbəbi ona görə belədir. Bəli, bura artıq Şəmkir şəhərinə daxil oluruq, mərkəzinə daha doğrusu. Hər şey əladır, dağlar da görsəndir. Biz o dağlara qalxacağıq inşallah. Yəqin ki, Gədəbəyə oradır. Bir şey o pisdir ki, üzü küləyə gedirik, yəni çox əziyyətlidir. O qardaşlarımız da gedirik. Gədəbəyin az qalıbdır, hava istidir. Bitirmişik su fazlasını. Su alaq içək sərinliyə. Rəşad qardaşımızın təkəri partlatmaya çalışır. İnşallah Rəşad bu gün gəlib əl-axar təkərir. Yəni ki, turda belə hadisələr olur. Yaxşı bu da partlayıb. Qobustanda məndə partladı, indi Rəşadda partladı. Yəni bu hadisələr qaçılmazdır. Yəni buna hazır olmaq lazımdır. Salam aleykum qardaş. Aleykum salam. İnşallah bu gün bu təkər dolacaq, biz də yolumuza davam edəcəyik. Rəşad qardaşımız ənənəyə sadiq olaraq hər turda deşildiyi üçün bu turda da deşildi. Məsələsən, buna bax. Dəxli yoxdur. 385 kilometrdən sonra birinci kameram partladı, yəni. Təsəvvür 100 kilometrə 5 dənə kamer partlayıb. Yəni vaxt var idi. 100 kilometrə 5 dənə deşik, yavaş-yavaş irəliləyir. Daşanmırsan, ha? Bəli. Rayon sakinlərinin dediyinə görə o vaxt Almanlar burada bu bulağı yaradıblar. Kim idi yəni bu dəqiqə hal-hazırda? Qardaşlar,
Serinleyir. Ona bak. Kızıp diye kızıp. Bəli dostlar, artıq Gədəbəyin yoxuşlarına qalxırıq. Yoxuşları başlayıb daha doğrusu. Biraz çətindir. Şükürlər olsun gedir. Hələlik uşaqları gözləyirəm, gəlsinlər. Dedim, onlar gələnə kimi bir video çəkim. Belə fasilələrlə, yalnız belə alınır ancaq. Fasilələrlə artıq kölgədə oturmaq və yola davam etmək. Bax, bu dağları, buraları biz qalxacağıq. Buradan belə qalxa. Baxın, o təpənin üstünə kimi qalxacağıq hamısı. İnşallah uşaqlar da gəlsin. Deməli oradan, baxın oradan o evlər görsənir. Qalxa. Gəlirik. Baxın yola baxın özünüz qiymətli. Baba belə qalxacağıq, fırlanacağıq bu dağın üstünə. Gedirik. Ha? Yəni ağırdı. Tur istəyirsiniz, deyir sizə tura gedək, biz də tura götürürük. Yəni belə məqamlarda çətin olur. Düz yolda sürməyə hamı sürər. Burada gəlib sürməyə bacarmaq. Bu kasetlə, bu seplə, 9'da 11'lik kasetlə, balaca kasetlə qalxmaq çox çətindir. Gəlib Gravel'ı keçirdin. İndi Gravel'ı keçirin, indi ayıb olsun o Gravel sürənə. Yaxşı da sən bir dənə Gravel'ın vidinə bax, bunu da göstər də. Bu oğlanlar var 30 kilo yüklə qalxır. Dəxli yoxdur. Ay qardaşım, nə deyə bilərsən? Gədəbəyə çatdıq. Oyda. Yəni neçənci sənin rayonun oldu bu? Mənim bu 59-cu rayonum oldu. Yəni düzünə danışaq. 59-cu rayonu tamamladın da maşallah olsun ilk öncə Allah deyək. razı olsun. Yəni bəlkə də deyirəm ki 59-un içində ən ağırı bu oldu. Qızıl qazma. Yəni o qədər. Yəni mənə görə mən deyərdim ki Qızıl qazmada üzr istəyirəm. Mən sən necə olmuşdum? Gəldin yerə çökdüm, nəfəsim gedirdi az qala. Yəni mən deyərdim ki Şuşadan Laçından daha ağır. Uzun turdu. Neçə kilometr? Orası elədir. Kilometraj olaraq 417 kilometr. Yəni 27 saata. bu platforma sənindir də. Sənin haqqında mən belə deyə bilərəm ki, mən sənin yəni şahid olmasam deməzdim də. Yəni mən əhsən sənə. Yəni sən şose ilə qalxmağın, yəni ümumiyyətlə bu podiumlara. Yəni çox adam deyir səndən səhv tutmaq istəyir falan. Çox böyük bir səhvdir də. Yəni elə onun dediyi belə səhvdir. Çünki qardaş, bu velosiped halaldır da yəni. Bu insan bu velosipeddən rahat da qalxdı. Yəni nə deyim, əhsən, sadəcə əhsən. Bu işi sən belə dedi, ən ağır turlarını tamamladı. Bundan sonra da yəni yoxuş yoxdur da biləsən. Gedə görə Samir qardaşımız nə fikirləri var bu turla bağlı. Yaşar qardaşım, ilk sözlərin, təəssüratlarını bölüş. İlk sözlərim Yəni neçə dənə rayona sürmüsən indiyənə kimi? Necə idi? Yəni məncə ən ağırı bu idi. Ən ağırı buydu nəyə görə? Çünki yəni mənə uşaqlar deyirdilər, yorumlarda yazırdılar ki, Yasamal perivalandan ehtiyatlı ol, oraya hər adam qalxa bilmir. Yəni Amma sən şose ilə qalxdın ha. Şose ilə şükür. Yəni bir-birimizə dəstək olaraq qalxdıq, gəldik, şükür Allah bu yerə çatmışıq. Bəhanədir. Velosipedin sən bu yol üçündür, yol üçün deyil. Əsas istək və məqsəd. 3 dənə şose. Samir qardaşım nə deyə bilərsən? Bax Azərbaycanı demək olar ki, bitirmiş bir insan kimi. 70 neçə dənə rayon sürüb bax bu qardaş. 77. Gədəbəylə bir yerdə 77. Daş desən olar 78 inşallah. İnşallah daş desən də elə var. Yəni ən ağır hansı oldu? Bazarmaq olar. Bazarmaq İnsanlar təbii var ki çətinləşdirir. 100%. Psixologiyasına qalib gələ bilmir. Amma bazarmaq olar. Deyil. Şose. Niyə bazarmaq? Şose 25'lik təkərlər, 28 təkər. İndi Gravel, heç də Gravel'ın vəzifə borcudur buraları qalxmaq. Başa Gravel dəxli yoxdur. Mənə dəxli yoxdur. Mənə dəxli yoxdur. Bəzi insanlar var. Hərdən özünə deyəndə bunları qarışlardan deyirəm. Maşallah. Şo. Bu mənim oldu 33-cü rayonum. Qaydırıq Gəncəyə. Sabahınız xeyir. Deməli, yenə Gəncədə qaldıq. Dünən Gədəbəydən sonra. Yaşar yenə. Hoppa verir bizə. Qardaşım,
Təkərimiz boşdur, doldururuq. Gedirik inşallah indi Daşkəsənə, oradan da artıq Bakı. So. Gəlmişik hal-hazırda Gəncə ərazisidir, amma biz Daşkəsənə gedirik. Belə deyim, Daşkəsən yoludur. Ətrafda görürsünüz dağlıq yerlərdir. Və burada bir, yəqin ki, çayın səsini də eşidirsiniz. Sadəcə olaraq çox bir möhtəşəm bir mənzərə var. Yəni bundan ötürü məncə dəyir də. Bu əziyyət çəkirsən, yol gedirsən, sonunda bu mənzərə ilə qarşılaşanda insanın ruhu sakitləşir. Həqiqətən, valla. Bu cür dəyərli qardaşlarla, bu dağlıq mənzərəli yollarla sürə-sürə gəlmişik və yolumuz Daşkəsən rayonuna davam edir. Ərazisinə satırıq, baxın təbiətin gözəlliyinə. Yerin dibindən su çıxır. Süper, hər şey. Əla deyə, hə, adam ağzını deyib içmək istəyir su. İndi Allah bilir, buz kimi deyə orada su. Əladır, əla. Üzü aşağı çox ləzzətlidir. Yalqışlaqdan da keçdi. Çox həqiqətən möhtəşəm bir mənzərə var burada. Ətraf yaşıllıq. Şəhidlərimizin xatirəsinə nasıl olmuş bu bulaqda. Allah rəhmət eləsin. Gəlmişik su içməyə. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Oğlu Bəşir Minə, oğlu Sevan tərəfindən ehsan bulağı. Allah nə niyyətlə qoyublarsa Allah qəbul edir. Amin. Allaha. Bu turu da bitirdim. 35-ci rayonum. Daşkəsən rayonu. Bütün Daşkəsənlilərə salamlayırıq. İnşallah ki. Gördüyümüz bu giriş artıq Daşkəsən rayonunun ərazisinin girişidir. Deyim ki, yəni Daşkəsən yoxuşları o qədər də sərt deyildi. Gədəbəy ilə nisbətən. Gədəbəy çox ağır oldu. Çatmışıq. Qəşəng sərin var. Addım başı bir şey o yaxşıdır ki, bulaqlar həddindən artıq çoxdur Daşkəsən yolu. Daşkəsən yolunda həddindən artıq çox bulaqlar var. Və o da bir müsbət cəhəti odur ki, yəni sən su problemi yaşamadın. Məsəl üçün Gədəbəydə həddindən artıq çətin oldu bizə. Bulaq demək olar ki, yox idi. Bir dənə onlarda olmazdı. Amma Daşkəsən addım başı bulaqlardır. Bu bulaqları quraşdıran, çəkən Allah hər kəsdən razı olsun. Nə deyə bilərəm? Hər şey əladır. Bununla da turumuzu bitirdik. Siz də sürün, həyatınızdan zövq alın. Şərt deyil ki, Bakıdan rayonlara sürəsiniz. Sadəcə olaraq sürün, sağlam qalın, canınızı qoruyun. Onsuz da yəni qozalanda hamımız dərman atacağıq. Elə biz də dərman atacağıq. Düzdür, Allah heç kəsə qismət eləməsin, amma yəni mümkün deyil. Sadəcə olaraq həyatdan həzz alın. Başqa mən nə... Salam. Həyatınızın dadını çıxardın. Nə qədər ki cavansınız, nə qədər ki gəncsiniz. Nə deyim mən başqa? Yəni bu qədər də. Xoşbəxt olun. Mən sizi çox istəyirəm. Məni izləyən, mənə qiymət verən. Bizim əsas məqsədimiz gənclərimizi hamısını düzgün yola dəvət etməkdir. Narkotikdən, içkidən, siqaretdən, pis vərdişlərdən uzaq olub. Düzgün yol budur. Şərt deyil velosiped. İdman, sağlamlıq, canınızı qoruyun əzizlərim. Sizi öpürəm. Mən Fərid Velo Yolçu kanalında məni izlədiyiniz üçün sizə təşəkkür edirəm. Bu videonu bəyənin, takip atın və rəy yazmağı unutmayın. Sağ olun.